Çox təşəkkür edirəm, hörmətli həmkarlar. Bugün qanun layihəsinin haqqında Tahir müəllim Rzayev geniş məlumat verdi və bizim də komitənin rəyi var. Mən də onu çox qısa şəkildə, Tahir müəllim ətraflı məlumat verdiyi üçün biraz onu çox qısaltdım. Qeyd eləməli ki, bəli, 98-ci ildə qəbul olunub və son 27 ildə iqlim dəyişiklikləri, Xəzər dənizində baş verən ekoloji proseslər, rəqəmsal idarəetmə texnologiyalarının inkişafı, qlobal ərzaq təhlükəsizliyi məsələləri və akvakulturanın sürətli inkişafı sahənin hüquqi bazasının yeniləşməsini zəruri edir. Bugün dünyada istehlak olunan balıq məhsullarının yarıdan çoxu artıq akvakultura hesabınadır. Azərbaycanda isə 2024-cü ildən statistikasına görə ümumi balıq istehsalı 67 min ton olsa belə, akvakulturada bunun payı cəmi 347 tondur, yəni 0,5%-dir. Digər statistikada görə ölkədə 100-ə yaxın orta və iri balıq yetişdirmə təsərrüfatları fəaliyyət göstərir ki, yəni bu yeni qanun bu sahənin genişlənməsinə, investisiyaların cəlb edilməsinə, istehsalın genişləndirilməsinə gətirib çıxaracaqdır. Qanun layihəsinin əhəmiyyətini 3 istiqamətlə qiymətləndirmək mümkündür. Birincisi, bu ərzaq təhlükəsizliyidir. Tahir müəllim bu haqqında dedi. İkincisi, iqtisadi inkişafdır. Burada layihə balıqçılıq və akvakultura sahəsində sahibkarlığın genişləndirilməsi, emal sənayesinin, logistikanın və regionlarda məşğulluğun artırılmasını təşviq edir. Üçüncü istiqamət isə əsas məsələlərdən biri ekoloji təhlükəsizlikdir. Layihədə iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans yaradılır. Nərə cinsli balıqların və digər qiymətli növlərin mühafizəsi, çürütökmə sahələrinin qorunması, digər növlərin, belə deyişinin, qarşısının alınması, su hövzələrinin monitoringi, meliorasiya ilə bağlı müasir hüquqi mexanizmləri də bu qanun layihəsi müəyyən edir. Qanunda dövlət siyasətinin əsas prinsipləri sırasında dayanıqlı istehsal, elmi əsaslarla kvotaların müəyyən edilməsi, rəqəmsal idarəetmə, biomüxtəlifliyin qorunması və akvakulturanın inkişafı xüsusi yer tutur. Burada bir neçə statistikanı da sizə çatdırmaq istəyirəm ki, bu çox diqqətimizi cəlb elədi komitə olaraq. Son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan kənd təsərrüfat subyektlərinin sayı 93-dən 133-ə qədər yüksəlib. Bu 43% artım deməkdir. Həmin dövrdə istehsal, yəni söhbət akvakulturada gedir 423 tondan, amma yenib 347 tona. Yəni bu faktlar göstərir ki, bu sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının artırılması kifayət etmir. Müasir texnologiyalar və elmi idarəetmə, yeni istehsal modelləri də tətbiq olunmalıdır. Və hesab edirik ki, gələcək mərhələdə akvakulturanın inkişafında əsas istiqamətlərdən biri Xəzər dənizinin Azərbaycan sektorunun imkanlarından daha səmərəli istifadə olunmasıdır. Bu yanaşma, kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatlarına əlavə yük yaratmaqdan və istehsalın genişləndirilməsinə, ona yaratmadan genişləndirilməsinə şərait yarada bilər. Nəticə etibarilə qanun layihəsi balıqçılıq sahəsində müasir elmi əsaslara söykənən, rəqəmsal və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan yeni idarəetmə modelini formalaşdırmağa şərait yaradacaqdır. Və bizim komitəmiz də bütün bunların vacibliyini vurğulayaraq qeyd etmək istəyir ki, biz bu qanun layihəsini məqsədə uyğun hesab edirik və dəstəklənməsini həmkarlarımızdan xahiş edirik. Sağ olun.